Salam əziz tələbələr, yenə bir izah videosu ilə qarşınızdayıq. Bu videoda DİM-in müxtəlif imtahanlarında məntiqdən istifadə olunmuş bəzi sual tiplərinin izahını görmüş olacaqsınız. Vacib suallardır. Həm magistr, həm dövlət qulluğu, həmçinin digər imtahanlarda istifadə oluna biləcək suallardır deyə diqqətli izahına baxmanızı tövsiyə edirəm. Baxın, 110 nömrə burada belə bir sual var. Yazıb ki, hərflərin yerinə verilmiş bu ədədləri elə yerləşdirin ki, hər bir sətir və hər bir sütundakı ədədlərin cəmi eyni olsun. Yəni burada olan ədədlərin cəmi eyni zamanda bunun cəminə bərabərdir. Eyni zamanda bu sütundakı ədədlərin cəminə bərabərdir. Hamısı bir-birinə bərabər olmalıdır. Nəticədə hərfləri tapdıqdan sonra bu ifadənin qiymətini müəyyən etməyə çalışmalıyıq. Mütləq nəyi bilməlisiniz? Baxın, bunların hər birinin cəmi sətir-sətir x olmuş olsaydı, hər birinin cəmi x olsaydı, bütöv cədvəldə cəm nə olardı? 3x olardı. İndi mən buradan hər hansı bir sətrin qiymətini tapmaq üçün nə edərəm bu 3x-dən? 3-ə bölərəm. Çünki 3 dənə nə var? Sətir var. Deməli, mən nə edəcəm? Bir sətirdə olan cəmi tapmaq üçün və ya bir sütunda olan cəmi tapmaq üçün bütün ədədlərimi toplayıb 3-ə böləcəm. Çünki 3 sətirimiz və ya 3 sütunumuz var. Gəlin birinci ədədləri toplayaq. 2 plus 3 5, 4 burada 9, 25 bu 34, 44 48. Keçirəm buradakı ədədlərə, çünki bunlar da cədvəlin içindədir. 58, 63, 73, 79, 89, 96. Bütöv ədədlərin hamısını topladıq. Həm yuxarıdakıların, həm bunların. Oldu 96. Yəni cədvəlin içərisindəki ədədlərin hamısının cəmi 96-dır. Bir sətirdə və ya bir sütunda olan cəmi tapmaq üçün 3-ə böləcəm bunu. Çünki cəmi 3 sətir və ya 3 sütunum var. Buradan alıram 32. Deməli, mənim bu sətirdəki ədədlərimin cəmi 32-dir. Eyni zamanda bu sətir, eyni zamanda bu sütun hamısının cəmi 32-dir. Gəlin baxaq. 32-nin 15-i burada var. Çatışma 17-dir. 17 hansı ədədlərin cəmidir yuxarıdakılardan? 3 və 14, 4 və 13. Bu iki dənə cütlüyün cəmidir. Hansını istəsəz doğru cavab alınacaqdır. Tutaq ki, mən 3 və 14-dən istifadə etmək istəyirəm. Nə edə bilərəm? Birinə 3 yazmalıyam, birinə 14 yazmalıyam. Çalışın böyük ədəd olan yerə kiçik yazasınız ki, 32-ni aşmayasınız. Sütun sütununa baxsam 32 olacaq axı. 32-ni aşmayayım. 3-ü bura yazdım, 14-ü bura yazdım. İndi bu sütun boyunca cəmim də 32 olmalıydı. 17-də 13 var. Baxın, 3-dən 14 tapdım. 20. 32 olması üçün 12 çatışmır. Buraya yazdım 12-ni. Bunu tapdım. Bu sütunda 14, 16, 30 var. 32 olması üçün 2 çatışmır. 2-ni tapdım. Bu da 7. Sətir boyunca baxıram. 12, 16, 28. Burada 4 olsa 32 olacaq. 4-də 7. Ən sonunda 12 və 7, 17 və 2, 19, 13 lazımdır ki 32 olsun. 13-də 7. Hamısını tapdıq artıq. Bütün sütun və sətirlərin cəmi ayrı-ayrıqda 32-dir. İndi gətirib ifadənin qiymətini yerinə yazıram. A 3-dür, F 13-dür, S 12-dir, Y 2-dir. Neçə alınır? 30 alınır buradan. 30 minus B bizdə 14-dür, D də 4-dür. 14 plus 4, 18. 30-dan 18 çıxanır, 12 alınacaq. Deməli, bu sualın doğru cavabı olur məhz Y variantı. Baxın, 114-də həm dövlət qulluğu imtahanında, həm də magistr qəbulunda hər ikisində istifadə olunub. Deməli, nə edirdik burada? Baxın, çox mürəkkəb düşünmürdük. Cədvəldir. Sətir-sətir baxanda görürdük ki, ədədlər çox qarışıqdır. Çox böyük, çox kiçik ədədlər var. Standart toplama ilə, sıxma ilə, vurma ilə belə ədədlər alması çox real deyil. Deməli, buradakı ədədlər random şəkildə düzülüb. Bizə lazım olan ədədlər yox, rəqəmlərdir. Baxın, rəqəmlərə baxsaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Sətir boyunca 1-dən 9-a qədər bütün rəqəmləri istifadə etdi. Yenə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bütün rəqəmlərdən istifadə etdi. İndi baxın, 1 var, amma 2-ni görmürük. Elə deyil bu sətirdə. Deməli, 2 yoxdur. Buraya yazıram 2. 3 var, 4, 5 var. Baxın, 6 yoxdur. Yazıram 6, 7, 8, 9 var. Deməli, əski olan hansıdır? 2 və 6. 26 cavab da ola bilərdi, 62 cavab da ola bilərdi. Hansı olsa onu götürəcəkdik. O da 26 var idi deyə doğru cavabı A variantı 26 olaraq götürdük. İndi keçəcək fərqli bir sual tipinə, yenə qəbula düşmüş bir sual işləyəcəyik. Baxın, 124 yenə bir DİM sualdır. Daha öncə dövlət qulluğu imtahanının qəbulunda da istifadə edib, amma digər imtahanlarda da oxşar suallar çox olub deyə həll qaydası sizin üçün çox vacibdir. Əsas məsələ buradakı işarə idi. Baxın, nə edib? Toplayıb kök altda salıb. Deməli, baxın, A ilə S-ni toplayıb kök altda salanda alınır 14. Yəni, bir kənardan yazıram. Kök altda A plus S bərabər olub kök altda 14-ə. Baxın, bunu kök altda yazıram. Çünki burada işarəni görürsünüz, sadəcə toplama deyil, eyni zamanda kökə salmadır. Hər iki tərəfi kvadrata yüksəlsəm nə alaram? A plus S kiçik hərflərlə yazacağam. A plus S.
Deməli A plus C alınır nə buradan? 14. Hər iki tərəfi kvadrata yüksəltdim. Bir kənardan yazıram elə. A plus C bərabər olur 14-ə. Bu getdi. Sonra baxıram ki A ilə B-ni toplamışam, kök altda salmışam. Yəni kök altda A plus B bərabər olub 2, kök altda 3-ə. Bunun hər iki tərəfini kvadrata yüksəltsəm nə olacaq? A plus B bərabər olacaq. 2-nin kvadratı 4, 3-ün kvadratı, kök altı 3-ün kvadratı 3. Yəni 4 dəfə 3 12. Buradan alınır 12. A plus B-dən aldım 12. Daha sonra B ilə C-nin cəminin kök altısı isə 4'dür. Yəni kök altda B plus C bərabərdir nəyə? 4'ə. Buradan B plus C bərabər olur 16'ya. Hər iki tərəfi kvadrata yüksəltdik. B plus C bərabərdir 16. Hamısını tapdıq. İndi mən bir-bir hərfləri tapdıqdan sonra onların hasilini tapmağa çalışmış olacağım. Deməli, baxın. Alt-alta toplayıram. 2 dənə A, 2 dənə B, 2 dənə C. Nə oldu? Hərəsinə 2 dənə. 2 dənə A, 2 dənə B, 2 dənə C. Bərabərdir. Sağ tərəfi toplasaq 14, 16, 30, 12, orada 42. İndi mən hər iki tərəfi 2'yə bölsəm nə qalır? A plus B plus C bərabər olur 21'ə. Bir-bir hərflərin qiymətini tapacağım. Məsələn, baxın burada. A plus B neçədir? 12'dir. Mən gətirib bu A plus B'nin yerinə buraya yazıram 12. Nə olur? 12 plus C bərabər olur 21'ə. C buradan oldu 9. İndi C 9'dursa, baxın bu hissədə hesablayaq. C 9'dursa A neçədir? 5'dir. 5 plus 9 14'ü verir bizə. A 5 oldu, C 9 oldu. İndi C neçəydi bizdə? 9 idi. C 9 ise B 7'dir ki 7 plus 9 bizə neçəni verir? 16'ını verir. B də oldu 7. İndi biz bunu hasil tapmalıyıq. 5 dəfə 7 35, 35 də vuruq 9'a. 4 yadda 27, 31, 315 alınmış olur. Deməli bu sualda doğru cavab oldu. Məhz C variantı. Daha sonra yenə biraz fərqli formada sual. Elə gəlin baxın buradakı suallardan 130'u işləyəcəyik indi. Oxşar sual magistr qəbulunda daha öncə olub. 130, 128 bu tipli suallar. Rəqəmli olanı işləyək istəyirsiniz. Məsələn işləyək bunu. Çünki ədədli formasına düşmüşdü imtahanada. Deməli, düşünün ki 2 nəfər oyun oynayırsınız və biriniz beyninizdə bir ədəd düşünüb. Digər isə bunu tapmağa çalışır. Və qarşıdakı sual verir, ədədləri deyir, özünə ədəd deyir. Məsələn, siz deyirsiniz 615, dostunuz da bir ədəd düşünüb beynində. Dostunuz sizə qarşılıqlı olaraq belə bir cavab verir ki, rəqəmlərdən biri düzdür və o yerində deyil. Deməli, 3 rəqəmi bir ədəd tapmalıyam. Bu dediyim ədəddəki rəqəmlərdən biri düzdür. Yəni ya 6 düzdür, ya 1 düzdür, ya 5 düzdür. Hansı düz olduğunu bilmirəm. Amma o yerində deyil. Yəni düz olacaqsa burada həmin yerə yazmayacağım. Fərqli bir yerə yazacağım. Bu 7. Rəqəmlərdən biri düzdür və o yerindədir. Baxın 3, 0 və 7'dən hər hansı biri düzdür və yerindədir. Hansı düz olduğunu hələ ki bilmirəm. Rəqəmlərdən ikisi düzdür və onlar yerində deyirlər. İkisi düzdürsə 2 ilə 5 də düz ola bilər. 2 ilə 4 də düz ola bilər. 4'dən 5 də düz ola bilər. Amma hansılar olduğunu hələ ki bilmirəm. Rəqəmlərdən biri düzdür və o yerində deyil. Yəni 2'dən, 4'dən və 7'dən biri düzdür. Baxın 2 və 4'dən və 7'dən hər hansı biri düzdürsə, yuxarıda burada nə yazılmışdı? İkisi düzdür. Bunlar 2 və 4 olmayacaq. Çünki 2 və 4 düz olsaydı burada hər ikisini götürməli olacaqdım yenə. Amma burada bir dənəsini götürün yazıb. Deməli 2 və 4 cütlüyü deyil. Ya 2 5'dir ya 4 5'dir. Bu ikisindən birini götürəsən. Nə olsun mən nə etdim? 5'i götürmüş oldum. 5 istənilən halda götürüləcək. Deməli və yazıb ki onlar yerində deyirlər. 2 dənəsini götürürəm və yerində deyil onlar. 5'i götürdüm və 5 yerində deyilsə 5'i mən ortaya yaza bilmərəm. Buradan yazıb üstdən xətt çəkirəm. Eyni zamanda burada yazılmış ki rəqəmlərdən biri düzdür və o yerində deyil. Deməli mən hansını götürmüşəm? 5'i götürmüşəm artıq. Mən 5'i götürmüşəm deyə digərlərini götürə bilmərəm. 6 ilə 1 getdi. Yerində deyil yazılıb. Burada sonda gəlibsə 5 sonda olmayacaq. 5'i buradan yazıb silirəm. Deməli 5 oldu birinci yerdə. Ədədim başlayır 5 ilə. Bu getdi. Daha sonra mən 6 ilə 1'i silmişəmsə, artıq başqa harda 6 ilə 1 var idisə, onlar da silməli olacaqdım. Baxın ikinci sətirdə. Rəqəmlərdən biri düzdür və o yerindədir. Mən 5'i birinci hissəyə yazmışam deyə artıq 3'ü doğru olaraq götürə bilmərəm. Çünki yerindədir deyə gərək 3'ü birinci yerə yazam. Amma birinci yer tutulub artıq. Deməli 3 doğru rəqəm deyil. Ya 0 götürəcəm, ya 7 götürəcəm. İndi ikinci və dördüncü cümlələri eyni anda oxusaq nə görürdük? Tutaq ki mən buradan 7'ni götürdüm. Bir dənəsini götürməliyim və o 7'dir. Yazıb ki yerindədir. Mən 7'ni hara yazmalıyım? Sona yazmalıyım. Çünki burada sonda verilib. Amma burada yazıb ki rəqəmlərdən biri düzdür və o yerində deyil. Mən əgər 7'ni doğru götürmüşəmsə burada da doğru götürməliyəm.
Axı necə bir dəfə doğru deyim, bir dəfə yanlış deməyin rəqəmə. Amma burada da yerində deyil yazılıb. Deməli burada da deyir ki, yox sona yazma. Gördünüz üstə düşmədi. Deməli bizim doğru rəqəmimiz 7 deyil. İkinci və dördüncü cümlələr üstə düşmür. Bunları sildim buradan. Deməli 3 və doğru deyilsə, ikinci sətirdə doğru olan rəqəm hansıdır? Elə 0-dır. Deyir ki, biri düzdür və o yerindədir. 0-ı mən hara yazmalıyam? Orta yazmalıyam. Bu getdi. İndi rəqəmlərdən biri düzdür və onlar yerində deyillər yazılıb. Mən 5-i və 0-ı yazmışam. Baxın, bu cümlədən artıq çıxacaq. 2, 5, 4-dən. İkisini götürməliyəm. 5-i götürmüşəm artıq, bunu bilirəm. 2 və 4-dən hər hansı birini götürəcəm. Yerində deyil yazılıb. Mən 4-ü götürsəm, onsuz da boş yerim məndə burada sondadır. Məcburən hara yazmalıyam? Sona yazmalıyam. Amma burada yerində deyil yazılıb axı. Yəni sona yaza bilmərəm əslində onu. Ona görə başqa yerim yoxdur deyə 4-ü götürməyəcəm. Doğru götürəcəm hansını? 2-ni götürəcəm. Deməli 2 doğrudur və yerində deyil. Burada birinci yerdə gəlib, amma mən sona yazacağam. Ədədim olacaq 502. Mənə isə deyir ki, onun rəqəmlərinin cəmini müəyyən edin. Deməli 5, 0 və 2-nin cəmi neçə olacaq? 7 olacaq. Cavabımız olur. Bu sualın da məhz A variantı. Növbəti suallarımız 129-da, 130-da eyni tiplidir. Artıq bunları özünüz işləyə bilərsiniz. Fərqli sual axtaracağam. Məsələn, bunların üzərində qeyd olunub, amma yenə də məsələn 145-i göstərəcəm. Bu isə yenə dövlət qulluğu qəbuluna, dövlət qulluğu imtahanının qəbuluna düşmüş bir sualdır. Ümumiyyətlə yadda saxlayın ki, fərqi yoxdur hansı imtahandır. Məntiq sualları heç bir halda bəzənməyəcək. Yəni bir işarənin forması fərqlidirsə, rəngi fərqlidirsə, onun bir mənası olmalıdır. Baxın, 12-dən burada 6-ya keçmişəm. Ştrixli figurdan qara figura keçmişəm. Sanki baxın bu ştrixli və ya setkalı figur deyək. Setkalı figurun mahiyyəti nədir? 2-yə bölmə. Deməli, setkalı figur içindəki ədədi 2-yə bölüb növbəti hissəyə yazır. Bəs qara figur nə edir? Qara figur içərisindəki ədədi 3-ə vurub, daha doğrusu 4-ə vurub yazır növbəti. Baxın, bu ştrixli figur isə 3-ə bölür. Nöqtəli figur isə 8-dən 16 alıb. Necə ala bilər? 2-yə vurmaqla ala bilər. Gəlin bunları sübut edək. Məsələn, mən dedim ki, setkalı figur 2-yə bölür. Başqa burada görürəm. Baxın, setkalı figuru. Ondan nə alıb? 48-dən alıb 24-də. Həqiqətən bölüb 2-yə. Deməli, hər bir işarənin öz qayda qanunluğu var. İndi mən bu qara dairədən almalıyam bir ədəd. Qara dairənin içində 4 yazılıb. Qara dairə nə edirdi? Baxın, burada gördüm ki, 4-ə vururdu. 6-nı vurub 4-ə ox işarəsi göstərir ki, neçə alıb? 24 alıb. Deməli, mən 4-ü vurmalıyım neçə? 4-ə. Almalıyım 16-nı. Sual işarəsi qiyməti olacaq 16. İndi gəlin sübut edək. Baxın, məsələn, ağ dairədən burada 16-dan ox göstərir ki, nə alınıb? 48 alınıb. Deməli, ağ dairə nəyə vurur? 3-ə vurur. Baxın, burada yenə ağ dairədən 8-də 24 alınıb. Neçəyə vurub? 3-ə vurub. Deməli, mən yenə 16-nı 3-ə vursam neçə alaram elə? 48 alaram. Deməli, tamamilə doğrudur. Tapdığım ədəd, yəni C variantı bizim doğru cavabımız olmuş olacaq. Məsələn, baxın, burada maraqlı belə bir sualımız var. Diqqətlə baxmış olsaq, bizdən K-nın qiymətini tapmamızı istəyir. Baxın, 3 dənə figur var, kiçik figur, burada böyük figur alınıb. Biz operatorlardan bunu bilirdik ki, kiçik ədəddən böyük ədəd alınırsa, burada bir vurma prosesi var. Eynən burada da eyni qayda qanunluqdur. Mən sanki bu işarələri vurmuşam bir ədədə, daha böyük işarələri almışam. Baxın, məsələn, dairədən dairə alarım. Bunu tam ortadan 4 yerə böldüm. Baxın, mən bunu A figuru desəm, A figuru burada hardadır? Buradadır. Biraz tam ortadan bölürəm ki, tam aydın başa düşəsiniz. Baxın, 4 dənə nə var burada? A figuru var. Deməli, mən A-nı neçəyə vurmuşam? A figurunu. 4-ə vurmuşam, almışam bunu. Məsələn, digərini. Bunu bölürəm ortadan. Və buna deyirəm B figuru. Baxın, 4 dənə B figuru var, elə deyil. Deməli, mən B figurunu vursam 4-ə alaram bunu. Və buna da C figuru desəm, yenə bunu tam ortadan diagonallar vasitəsilə bölsək, 4 dənə C figuru alınacaq. Deməli, həqiqətən mənə verilən kiçik figurları neçəyə vuracam mən? 4-ə vuracam ki, digər figurları ala bilim. Bu sualın da doğru cavab olacaq məhz B variantı. Yenə daha öncə dövlət qulluğu imtahanında istifadə olmuş bir sual nümunəsi görəcəyik burada. Qəbulda istifadə olunmuş sualdır. Bizə belə bir nümunə verilib və bundan biz qayda qanunu tapıb aşağıdakı hissəyə tətbiq etməliyik. Bayaq da dediyimiz kimi məntiq sualları heç bir halda bəzənmir. Yəni baxın, burada figurlar müəyyən hissələrə bölünüb. Bunların bir mənası olacaq. Ox işarəsinin istiqamətinə baxın, fərqlidir. Bunun bir mənası olacaq. Baxın, burada neçə dənə figur var sanki? 2 dənədir. 2 hissəyə bölünüb. Burada 1 dənədir. Burada isə 1, 2, 3. 3 dənə figur var sanki. 3 hissəyə bölünüb. Mən 2 və 1-dən 3-ü necə alaram? Toplamaqla. Deməli, ox işarəsi sola gedirsə, mən nə edirəm onları? Toplayıram. Bax, yenə burada 1, 2, 2 dənə figur var. Burada 1 dənə figur var. Və burada 1-dən alınıb. Deməli, ox işarəsi sağa gedirsə, mən nə edirəm? Bunları çıxıram.
Yenə aşağıdakı sətirdə burada sübut eləyə bilərik. Baxın, bir fiqur, iki fiqur. 2 dənə fiqur burada. Bir fiqur burada. Ox sola gedirsə mən nə edirdim? Topluyordum. 2 plus 1, 3. Plus. 1, 2, 2 dənə fiqur burada, bir dənə fiqur burada. Ox sağa gedirsə çıxırdım. 3 plus 1 arada toplama şəsir. Bərabərdir 4'ə. Baxın, 1, 2, 3, 4. 4 dənə fiqur var. Tamamilə doğrudur. Gəlib aşağıda hesablayacağıq. 1, 2, 3, 3 dənə fiqur var burada. Burada 2 dənə fiqur var. Ox sağa gedirdisə mən onları nə edirdim? Onları çıxırdım. Baxın, burada qeyd etmişəm. Demək, 3-dən 2 çıxdım, alındı 1. 1. Aradakı işarət toplamadı. 1 plus. Keçirəm digər tərəfə. 9 dənə fiqur buradadır. 5 dənə fiqur burada. Ox sağa gedirsə çıxıram. 9-dan 5 çıxıram. 4. Plus 4. Minus. Baxın, burada ox falan heç nə yoxdur. Sadəcə fiqurun sayını yazacağım. Neçə dənə fiqura bölünüb? Bu 2 dənə fiqura bölünüb. 2. 1 plus 4. 5. 2 çıxanda 3 alınır. Deməli, aldığım cavabın qiyməti 3 olmalıdır. 3 dənə fiqurdan ibarət olan fiqurun hansı deyək, yəni B variantıdır. Deməli, bu sualda doğru cavab oldu. Məhz B variantı. İndi isə bir oktaedr sualına baxacağıq. Yazıb ki, oktaedrin düzgün olmayan açılışını tapın. Deməli, oktaedr baxın 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə düzgün üçbucaqdan ibarət fəzə fiqurudur. Bir-birinə bərabər üçbucaqdan ibarət fəzə fiqurudur. Biz düzgün olmayan açılışını tapmalıyıq. Deməli, çox mürəkkəbləşdirmirəm. Heç fiquru tanımıram tutaq ki. Qayda-qanunla çox mürəkkəb bilmirəm. Bəs mən nə edəcəm? Gəlib ixtiyari fəzə fiqurunun bir ikinizdə bir nöqtə qoyacağım. Baxın, ixtiyari bir nöqtə. Hansını qoysanız, burada qoya bilərdiniz. Burada, burada, burada. Hər hansı biri olardı və ən arxadakı, ən sonuncu bu da ola bilərdi. Bizim hər hansı bir nöqtəmizə neçə tərəf birləşib? Baxın, bu nöqtəmə 1, 2, altda solda 3, altda sağda 4. 4 dənə birləşib. Deməli, mənim bir dənə nöqtəmə maksimal neçə dənə üz birləşə bilər? 4 dənə üz birləşə bilər. 4-dən artıqsa artıq yanlışdır. Və eyni zamanda bu fiqurların açılışı hər zaman simmetrik olmalıdır. Baxın, burada həm simmetriya var, həm də ixtiyari bu nöqtəyə baxın. Nöqtələrim hansılardır? Bunlardır. Bunlar mənim nöqtələrimdir. İxtiyari bir nöqtəyə maksimum 4 dənə birləşib. 1, 2, 3, 4. Ən böyük 4 dənədir. 4-dən az ola bilər, amma çox ola bilməz. Eyni zamanda simmetrikdir. Simmetrikdir və 4 dənə birləşib. Amma biz gəlib C variantına baxanda həm görürük ki, nə bu istiqamətdə simmetriya yoxdur bölsəm, nə belə bölsəm simmetriya yoxdur. Bununla yanaşı olaraq mənim baxın buradakı nöqtəmə neçə dənə üz birləşib? 1, 2, 3, 4, 5. Məndə maksimum bir dənə üzə 4 dənə, bir nöqtəyə 4 dənə üz birləşə bilərdi. Amma burada 5 dənə birləşdi. Deməli, C variantı oktaedrin düzgün olmayan açılışıdır. Siz fiqurları doğru tanımamış da ola bilərsiniz, amma şəklə baxan kimi bu şəkildə müqayisə edib doğru cavabı da tapmış ola bilərdiniz. Məsələn, ondan öncəki belə bir sualımız vardı. Burada da tetraedrin müstəvi üzərində açılışı hansı cavabda düzgün göstərilməmişdir. Yəni, yenə yanlış olanı tapmalıyıq. Onu müəyyən edəcəyik. Tetraeder isə 4 dənə bərabər üçbucaqdan ibarət fəzə fiqurudur. Deməli, ixtiyari bir nöqtə götürürəm. Məsələn, bu nöqtə. Baxın bura. Bir dənə üçbucaq ən altdan birləşib. Bir dənə buradan yandan, bir dənə buradan soldan. 3 dənə üçbucaq birləşib. Və ya baxın bura, bu nöqtəmə. Biri altdan birləşdi. Biri öndən gördüyüm hissədir, bir də arxada gördüyüm hissədir. Və ya bu nöqtə. Baxın, oturacaq, yan tərəf və arxa tərəf. 3 dənə fiqur birləşmiş oldu. İndi bunları bildik. Daha sonra nə etməliyəm? Bilirəm ki, mənim bir nöqtəmə maksimum 3 dənə tərəf birləşə bilər. 3 dənədən artıq birləşibsə yanlışdır. Deməli, bu sualda yanlış cavab olur B variantı. İxtiyari bir nöqtəmə 1, 2, 3 və 4 dənə üz birləşib. Amma burada maksimum neçə üz birləşmişdi? 3 dənə üz birləşmişdi. 3-dən artıq ola bilməzdi. Az olardı, amma çox ola bilməzdi. Deməli, sualın doğru cavabı da burada oldu B variantı. Bununla da bu videoluq suallarımız izahını yekununa gəlmiş olduq. İzahını verdiyim sualların hər biri daha öncə ya magistr ya dövlət qulluğu imtahanının qəbuluna düşüb deyə hər birinin izahı sizin üçün vacib idi. Növbəti izah videolarında görüşənə qədər hələlik.